Həzrəti Məhdinin intizarında olmaq bütün fərdlərə vacibdir. Bu müstəhəb iş deyil. İmam Zaman ağanın intizarında olmaq, onu gözləmək müstəhəb iş deyil. Mən bayaq ayə dedim, Allah əmr edir gözləyin. Allah əmr edir. Namaz, oruc, firuiddindir. Vacibdir. Ama imam üsuliddindir. Üsuliddin. Və onların əmrlərindən biri də qeybə çəkilməkdir. Bəs intizar nə olur burada? Müstəhəb. Gözləmək müstəhəbdir onda. Xeyr, vacibül mutləqdir. Vacibdir. Digər əmrlər kimi o da vacibdir. İmam Sadiq əleyhissalam buyurur. Baxız hədisə. Sizə o şeydən xəbər verilmi ki, Allah Teala o olmadan öz bəndələrindən heç nəyi qəbul eləmir. Əbu Bəsir deyir, mən dedim, bəli ağa buyur. İmam əleyhissalam buyurdu, Allahdan başqa ilah olmadığına və Muhammedin onun qulu və rəsulu olduğuna, Peyğəmbərin onun qulu və rəsulu olduğuna şəhadət vermək, Allahın əmr etdiyi şeyləri iqrar edib, bizim vilayəti qəbul etmək, düşmənlərimizdən uzaq olmaq, imamlara təslim olmaq, təqvalı, çalışqan, etibarlı və qaimin intizarında olmaq. Əcəlallahu Teala fərəcəmiş. Bu hissəsinə diqqətli olun. Burasına diqqətli olun. Diqqətli olun burasına. Təqvalı, çalışqan, etibarlı və Həzrəti Məhdinin intizarında olmaq. Bizim bir dövlətimiz vardır. Diqqət buyuruz. Bizim bir dövlətimiz vardır ki, Allah istədiyi zaman onu gətirəcək. Kim Məhdinin əshabından olmaq istəsə, intizar çəksin və intizarda olan halda təqvaya riayət edib, əxlaqi gözəlliklərə yerənsin. Əgər belə bir şəxs ölə və Həzrəti Məhdi ondan sonra qiyam edə, onun əcri Həzrətin zamanına yetişən şəxsin əcri kimi olar. Elə isə ciddi olun və gözləyin, xoş olsun sizə ey rəhm olunmuş dəstə. Kimə oldu rəhm olunmuş dəstə? Gözləyənlər. İntizarını çəkənlər. Qeybət-i Numanı bab 11, hədis 16. Bu hədis tam aydın çatdırır ki, intizar çəkmək vacib əmrlərdəndir. 3. İntizarın mənası. İntizar daxili bir dənə haldır. Hansı ki, iki dənə şeydən ibarətdir. İntizar daxili, mənəvi, nəfsani bir haldır. Onu ilə gözlədiyin şəxsin gəlişinə hazırlaşırsan, 2, həmin hal ümidsizliyə ziddir. Ümidsizliyə qapılmazsan. Diqqət buyurdun, 2 halla həm hazırlaşırsan, həm də heç vaxt ümidsiz olmazsan. Bəs hər nə qədər intizar şiddətli olsa, hazırlıq da şiddətli olacaq, qüvvətli olacaq. Necə ki, bir insan hansısa əziz bir qonaq gəlir evizə, neçə növ qonaq gəlir də, düzdür? Onun əzizi var, qeyri-əzizi var, çox istədiyin var, əldən ayaqdan gedənin var. Necə hazırlaşırsan o gələndə, gözləmə vəziyyətinə düşürsən, tərtəmiz hazırlaşırsan, geyminlə, evin içi ilə, yeməklərlə, növbə-növ, əziz gəlir, çox əziz biri gəlir. İmam əleyhissalatu vəssalam əzizlərin ən əzizidir. Gözləyən, bir süpürgə vurçək ürəyivə. Ay gözləyən, təmizlə bir o ürəyi. Ay gözləyən, çıx bir qapıya. Ay gözləyən, çıx bir boylan, o yana bu yana bax, haradadır gör. İndi gələr, bu dağa gələr. Mərhum Hələbi, Allah rəhmət eləsin. Mənbərdə bir dənə söz demişiz, həmişə ağlayırdı o söz dediyinə görə, həmişə. İmam zamandan üzr istəyirdi. Deyirdi, mənə cəmaat məcbur elədi, mən o sözü dedim. Məni cəmaat məcbur elədi, o sözü dedim. Qələt elədim. Qələt elədim, başımı daşdan daşa vurdum. O misalı sənə çəkdim. Dedim, evlərində bir nəfərin, həyətindən bir toyuq cücə çıxsa, içsə, qapı-qapı gəzib axtarırlar. Kimin evinə gedib, kimin həyətinə girib. İmam Zaman, heç bir dəfə səni axtarmırlar. Nə yatanda sən yadlarına düşürsən, nə duranda, nə bayra çıxanda. Heç yadlarına düşmürsən. Birdən Allah başına vursa, bir məclisdə keçsə namaz qılmağa, birdən yaddan düşür.
Allahümme kun li veliyyikəl Hüccət ibn-i Həsən. Sonra heç yadına düşmür. Tərk ediblər. Tutub pərdəni, Kəbənin pərdəsini tutub Əli əleyhissalam. Ağlayır. Deyir, Əbu Talib sənə qurban olsun. İmam Zaman üçün deyir, Əli əleyhissalam. Deyir, Əbu Talib sənə qurban, atam sənə qurban olsun. Ay tərk olunmuş, ay tək qoyulmuş, ay qovulmuş, ay evlərdən, ürəklərdən çıxardılmış, ay atılmış. İmam Zamana deyir, atacaqlar səni axirət zamanda, atacaqlar. Sən yadlarına düşməyəcəksən. Kişi ol, səhər duranda salamlaş, evdən çıxanda salamlaş, oturanda duranda adını çək. Bir mömin ki, onun intizarı şiddətli ola, onun hazırlıq və təlaşı da şiddətli olar. Nə mənada, Kərbəlayı, nə mənada? Həm onun bəyəndiyi işləri yerinə yetirər, həm onun incidiyi şeyləri eləməz. Nələr ki, onu incidir, onu eləməz. Həm də onun yolunda fəaliyyətlər göstərər. Fəaliyyət, iş görər, xidmət edər.